Gündəlik gördüyüm bütün işlərdən bol motivasiyalı, təmizlik, ev işləri, yemək, şirniyyat, mənəvi söhbətlərə toxunan bir səhifə axtarırsınızsa, o zaman o səhifə bu səhifədir. Əgər qarşınıza yeni çıxdısa Reels'im, takip atmağı və bolca yorum yazıb dəstək olmağı unutmayın. İlk öncə onu deyim ki, bugün istirahət günümüzdür və ailəvi birlikdə gözəl bir səhər yeməyi yemək istədik. Bu arada videonun əvvəlində gözəl bağçamdan da sizlərlə rəngarəng güllərimi, çiçəklərimi bölüşmək istədim. Burada səhər yeməyini hazırlamağa başlamışam. Sizlər üçün çox sevdiyim surədən birazcıq dua da əlavə edəcəm. Qəlbinizə rahatlıq və fərahlıq gətirsin. Təzədən çayımız da hazırdırsa artıq biz yeməyimiz keçə bilərik. Səhər yeməyimizi servis etdim, süfrəni hazırladım. Daha sonra isə həyata keçid eləyəcəm. Biraz uşaq həyətdə oynasın. Mən də onunla birlikdə biraz hava alım. Qəşəng bu arada hava günəşlidir bugün. Görürsünüz həyat küləkdən, tozdan bir təhər olub. Bilirsiniz son günlər yağış, külək durmadan hər tərəfi məhv elədi. Və mən dedim ki, həyəti başlayım təmizləməyə. Başladım ilk öncə dəmir qapıların torlarını almağa. Yayda daha çox tor olur çünki isti olur. İndi hələ ki tam hava isinməyib, amma yenə də az çox tor var idi. Onları süpürgə vasitəsilə təmizlədim. Daha sonra qapıları da yudum. Qəşəng həyətdə süpürəcəm. Onu deyim ki, sizi bilmirəm, amma siz də rəylərdə yazarsınız. Ən çox sevdiyiniz evdə iş nədir? Mənim ən çox sevdiyim həyətdə işləməkdir. Həyəti yığışdırmaq, güllərlə, çiçəklərlə məşğul olmaq, onların dibini təmizləmək, otlar çıxan əlavə otları təmizləmək mənə zövq verir həqiqətən. Deyərdim ki, həyət evinə köçəndən yoldaşım da mən də biz bina evində böyümüş uşaqlarıq. Həyət evini özümüz bu arada tikmişik, öz evimizdir. Yeni izləyicilər üçün deyim. Bura köçəndən biraz adaptasiya olmaq bizə düzdür, çətin oldu. Amma indi o qədər öyrəşmişik ki, bina evinə yığışa bilmirik. Doğrudan da insana zövq verir və genişliyə insan çıxdıqca heç o dörd divar bina evinə insan istəmir girsin. Bu arada onu da deyim ki, balaca oğlum da gördüyünüz kimi videoda mənə kömək eləyir. Mən çox sevinirəm ki, o atasından gördüyü şeyləri təkrarlayır və mənə atam belə tuturdu, atam belə suluyurdu deyib məhəllədə mənə kömək edir. Hər bir işdə sağ olsun. İnşallah böyüyəndə də belə ağıllı bala olar, inşallah. Bu arada çiçəkləri də sizlərlə birlikdə əkmişdim. İzləyən daimi storylərimi qaçırtmayan izləyicilər bilirlər. Sizlər də yenidən təkrar edirəm. Əgər ki, səhifəm yeni qarşınıza çıxdısa, takip atın ki, daima məndən gələn storylərdən xəbəriniz olsun. Hələlik sağ olun, salamat qalın.